Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva son günlər Montenegronun paytaxtı Podgorica şəhərində bir sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Montenegro ombudsmanı Siniša Pşekoviçə məktub ünvanlayıb. Bu barədə APA-ya ombudsmanın mətbuat xidmətindən məlumat verilib. Müvəkkil Montenegrolu həmkarına müraciət eləyərək, məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Montenegronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin edilməsini xahiş edib. Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb. Səbinə Əliyeva həmçinin beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik münasibətlərinin qarşısının alınmasının vacibliyində vurğulayıb. Qeyd edək ki, Montenegro polisi Podgorica sakinini bıçaqlamaqda şübhəli bilinən 2 Türkiyə vətəndaşını saxlayıb. Bundan sonra hadisə yerinə toplaşanlar miqrantlara qarşı şüarlar səsləndiriblər. Daha sonra digər qanun pozuntularına görə 40-dan çox Türkiyə vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilib.